deyir ki, ne oldu ay Esmira? Sənin haqqın tapdalananla danışırsan. Bəs başqalarının haqqı haqq deyil. Arzunu, ləzgi arzunu çıxartdın efirə. Zaurdan üzür istətdin. Zaura yalvardı. Adam artıq TikTok'da yoxdur. İtib. Adamı sildin platformadan. Yenə burada iş tapırdı özünə. Dilşad Bağırov, sən niyə narahatsan mənə görə? Çox sağ ol, minnətdaram. Kimdir bu? Şahin Oruzov idi. Kim idi onu atan? Ürək atan kim idi? Şahin Oruzov, təşəkkür edirəm. O verilişdə olanları o hala salan ilə Zaur Baxşəli və o verilişdir. Güya Arzunu kim o vəziyyətə saldı? Arzu bu günləri xərçək daşıyıcısıdır. Xərçək xəstəsidir. Arzunu kim elədi? Kim elədi? Arzunu da, Esonu da o vəziyyətə salan Zaur oldu. Ceyranın gözləri görmür. Ceyranı bilsən niyə çağırırlar? Ceyran çıxıb canlıya çığıracaq ki, mənim gözümü kör elədi Zaurun verilişi. İndi çağırıblar. Oradadır. Arzu xərçəkdir. Blogerlərdən danışılanda aparıcı dedi, ad çəkməyin. Ay dədələrə vay. Zaur o günə qalıb ki, Zaur o günə deyərək, o hansı kinoda deyir ki, Şəmistan yenə o günə qalıb ki, üstümə tülküləri, çaqqalları göndərib, sarı Şəmistana. Elə deyir o kinoda. Qalıb ki, mənim üstümə tülküləri, çaqqalları. İndi Zaur o günə qalıb ki, mənim üstümə göndərdiyi adamların heç birinin normal çəkisi yoxdur. Heç birinin. Sevincin biraz çəkisi var idi. Sevinç də özün orada Zaurun Turulu kimi apardı. Mən hələ də orada ən sevdiyim ekspert Günvar Nəzərlidir. Səbər, gəlirsən maşını sən. Ala, maşını sən, bir məhd canlıyam, ala. Ala, qardaş. Okey. Hə. Televizyon şurada müdür olmuşam. Mən yaptım. Harada? Televizyon. Gündüz batırından 5 il Azərbaycan televiziyalarına baxmıram. Zaur Azərbaycan televiziyalarını bilirsən nətərdir? O Türkiyədə bir şey var, şırdanın üstə limon sıxırıb. Zaur odur. Zaurun işi gücdə budur. Bu yerin adını çəkmir. Onsuz adını çəkirlər ki, bir sürə səssiz salırlar. Valla, mənim yazı, and olsun Allaha. O boyda varı var, dövləti var, ölkədə tanınır. Mənim Zaura yazığım gəlir. İnanın yazığım gəlir. Azərbaycan sosial şəbəkəsində bir o var kiməsə pul verib söydürəsən, bir o var Azərbaycan sosial şəbəkəsində Zauru hər gün söyürlər. And olsun Allaha, hər gün söyürlər Zauru. Neyse minnətdaram, sağ olun, var olun. Üç tane dağlar üstünde maşini. Ha, üç tane dağlar üstünde maşini. Senzuradan kenar işleri görmək. Bilirsən qardaş vəziyyət nətərdir? Orada, gəlin real danışaq da. Deməli, orada nə edirlər? Orada pul alırlar. Qeyri-peşəkar həkimləri peşəkar kimi cəmiyyətə təqdim edirlər. Həqiqətən. Hə. Bu millətə səssiz bir genosiddir, qardaş. Bilmirəm, indi bunu kim necə qayıtdılar. Vallahi genosiddir də. Sən qeyri-peşəkar həkimi Azərbaycan efirinə peşəkar kimi çıxardıq, cəmiyyətə təqdim edirsənsə və insanlara sitam edirsənsə, mənim tanıdığım 2 gənc ananın ikisinlə Zaurun tərbilədiyi həkim, 1 nömrəli göz həkimi dediyi adam kör eləyib. And olsun Allaha. Vallahi, billah. Zaurun həkimi Hüseyin Sultanov serebral iflit uşağı 2 il müalicə eləyib 50.000 pul alır. 50.000 pul alır. 50.000. Təsəvvür elə, evi satıb verib. Adam bilmirdi. Amma indi Asperra klinikası sağ olsun. O uşağı müalicə eləyir. Uşaq durur, gəzir. Bir də deyim dostlar, bilin. Həmin şəhid nəvəsə dəstək səhifəsi var. O uşağın artıq karsetindən pulu yığıldı. Yəni bizim səhifədə yığılmadı, düzdür. Amma anasının atası səhv vurmuş, yığıldı.
oldu. Yazır ki Aslan sənin yanında bu Azərdir, bu nöqtə ilə yazan. Bəli, Azər düz deyirsən, istən qoşul bura Azər. Gəl qoşum səni. Aslan mənim efirimlə Zauru yıxdı, sürüdü. İndi çıxır deyir ki, mənim üzərimə sənin böyük haqqın var. Sən demirsən, mənim evimə apardı, verdi Əkbərə. Ay yaramaz, sənin üstünə haqq ola bilər bu adamın. Nə ola bilər? 120 minlik evin gedib əldən deyir ki, Zaurun mənim üstünə böyük haqqı var. Elza yazır ki, aşığın sözü qutarana dalay deyən kimi sən də Zauru tayma atmısan. Mən Zaur kimi üzr istəm, qadınların iç paltarını özümə mövzu seçməmişəm. Mən Zaur kimi 19 yaşında qızın yatağın özümə seçməmişəm. Bir də bir şey soruşum dostlar. Doğrudan mı Zaur Aslanın indiki həyat yoldaşının keçmiş həyatın müzakirə eləyir? Çox xahiş edirəm yazın. Aslan 200'lüdür yazırlar, düz yazırlar. Aydan deyir, canlıda olanlar şəxsiyə yazın. Canlıda olanlar. Nə yazsın şəxsiyə? Deyir ki, bu Zaurun adamları da, bunların dərdi və azarı Xoşqədəmdir. Səfər Zaurun adını çəkir Xoşqədəmin. Zaurda olan temaları Xoşqədəmlə verin, ondan da danışım. Verin danışım. Var idi o şeylə, Gürcistanlı məsələsinə problem var idi, danışdım. Sonra məlum oldu ki, Xoşqədəm elə ən düz addımlarından biri oymuş. O qadına verilən, belə deyək də, köçürülən ximiyalarmış, orada verilən diaqnozlarıymış. Dostlar, yazın görüm. Zaur Aslanın keçmiş həyat arvadı imkan vermədi. Aha! O kadr kim nə varsa atın mənə. Mən nə Zaurun keçmiş həyatını eləşdirəcəm. AST Teğmanın ağzıbəri olan münasibətlərin, davaların, məhkəmə çəkişmələrini araşdıracam. Zaur əgər o verişdə Aslanın həyat yoldaşının keçmişin eləşdirməyə çalışıbsa, mən nə Zaurun keçmişini eləşdirəcəm. Yaxşı. Yaxşı. Araşdırırdı. Zaur qələt eləyirdi. Başın döyür daşa. Ağı yox, Zaur kimdir ki qızın keçmişini tökür? Zaurun ailə üzvlərinin keçmişini kimsə açıb ortaya tökür. Niyə tökürsən? Qardaş, şəxsi həyat olub, sevgilisi olub, həyat yoldaşı olub. Bunu alan oğlan qəbul edirsən, kimsən? Kimsən də sən? Aslan kişi olmayıb yazır ki, olmayacaqdır. Bəli. Aslan kişi olsaydı durardı ayağa, Zaura deyərdi, bir qədəyəm. Sən kimsən hə mənim ailəmin? Mən sənin arvadının keçmişini oyalayıram. Hə? Koydum bunu sarayda. Deyir ki, dünənki veriliş çox biciklik oldu. Aslan qızın əllərindən tutub deyir, bu əllər o əllə heç vaxt tutub bırak. Heç kim inciməsin. Aslan o qızın əlin buraxsa, bilin ki, Aslan heç adam deyil. Azərbaycan Aslana kim ərə getmək istəyər? Hansı özünə hörmət edən qız Aslanla ailə həyatı qurmaq istəyər? Hə? Biz də başa düşmədik. Bizim dədəmiz, nənəmiz bizim ömür boyu yanımızda deyir ki, mən də 37 yaşımdan, 36 yaşımdan yetim qalmışam. İndi mən durum çıxım televiziya ki, maşın alım, ev alım. Hə? Sən öz həyatını özün qura bilmirsən. Bir verilişdə 3 dənə arvad dəyişmirsən, arvadı corab kimi takkadak dəyişirsən. Yay corabı kimi. Onca görək. Qəbul edim ha. Sən kimsən soruşursan, ey? Sən kimsən ki, sən nəçsən ki, soruşasan. Başa düşmədim, Aslana hansı qız uşağı gələr? Öz aramızda, Aslan ailəli olub 3 dəfə, efirdə. Kim Aslanla bir yerdə yaşamağa qərar verirsə, deməli o adam xüsusi bir götürüm qabiliyyəti var. Və o qıza mən gecə canlı yayımda dedim ki, Ceyran nə danışır, get onu
Bir dəqiqə üzrəyirsən dostlar, bir şey göstərim gəlirəm. Maşından baxırsan. Bax, bax buranı açandan sonra biləcəksən. Maşın şart. Aha. Bu şartdan. Bu sıxlığını görüyordu. Yox, o sıxdı bilmirəm də daha. Burada mən əsasən mən xoşlandı bilirəm də açığı buraxmağı. Çünki o dibində baxır bir yaxşı baxır. Axı baxın, bir ha. Kimi dayanlar axırsan çıxardığında baxmıyor. Qardaş çıxar bunu bir dənə bax ona götür gör nə var orada bax. Dostlar üzr istəyirəm. Bir maşından su axımı məsələsi var. Bizi əməlli başlı dəli eləyib. Hə. Sən insanların şəxsi həyatına niyə burun soxursan ki? Tutunun yatağına burnunu soxdun. Zarinanın yatağına burnunu soxdun. İndi gəlməsən Aslanın bu 3-cü arvadının yatağına burnunu soxursan. Niyə? Səbəb nədir? Elektrik kazanma. Allah da səni yaradıb burun soxmaq ora bura. Zaur, ay Zaur, mənim davam səndən başlayıb Əkbərin ev məsələsindən. Allah şahiddir, bu İmam Eysan haqqı mənim sənə qarşı heç bir kidim, nifrətim olmayıb o vaxt. Mən səndən ədalətli veriş aparmağı tələb eləmişəm, səndən nöqsanları tutmuşam, onları ictimailəşdirmişəm, danışmışam, ətrafımda dostlarım məndən bunu müzakirə edeyim. Və sən onun üzərindən mənə qarşı elədiyin həyasızlığı da özün yaxşı bilsən, üstə gəlmirəm. Əlbəttə, indi sənə kinin var, niyə ödə olmasın? Sənin güya indi mənə kinin yoxdur. Bal kimi var. Bal kimi. Qız imkan ver. Ay Ceyhun, bir dənə sən qoşdum axı qaqa. Bir də gözləyirsən dostlar. Ceyhun, qoşdum səni, gəl görək. Salam qoşsuz ələs, qoca qartal, çox soğuk, minnətlərim. Sən necəsən? Təcili xəbər var deyir, amma bu kredit əldə edilmək üçün yazan atın səs sizə. Düz deyir də, qız deyir, niyə lazım? Düz deyir də. Aslanın arvadı deyir, Zaura qadağa qoydu. O video kadr kimdə var, o videonu zəhmət olmasa göndərin də mənə. Baxmaq istəyirəm, çox xahiş edirəm. Lankın dəyişək bunu. Hə? Lankın dəyişək. Niyə olur?